Meydan TV işinə görə həbsdə olan jurnalistlər Aytaç Tapdıq, Aysel Umudova və Xəyal Ağayeva saxlandığı bir saylı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyirlər. Stat: Fevralın 18-ci gün orta saat 12 radələrində rəis müavini Cavid Gülaliyevin başçılığı ilə 10 nəfərə yaxın Bakı İstintaq Təcridxanasının əməkdaşı kameramıza daxil oldular. Halbuki qadınlar saxlanılan kamerada axtarış baxış zamanı kişi əməkdaşlar iştirak edə bilməz. Cavidin göstərişi ilə təcridxana əməkdaşları Aytaç və Xəyaləni təhqir edərək qollarını burub, boyunlarını aşağı sıxaraq kameradan çıxardılar. Jurnalistlər 20-dən çox əməkdaşın zorakılıqlarının müşahidə ilə qolları arxadan burulmuş, başları aşağı vəziyyətdə saxlanıldı. Statın sonu. Jurnalistlərin sözlərinə görə onlara bu cür hərəkətlərin hər həftə təkrarlanacağı deyilib və hər məhkəmədən öncə psixoloji və fiziki zorakılıqla, qısama ilə üzləşə biləcəklərini bildiriblər. Fransada yaşayan tarixçi Altay Göyüşova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il həbs cəzası verilib. O, dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirli bilinib. Eyni maddə ilə ittiham olunan ABŞ-də yaşayan siyasi şərhçi Ərəstin Orucluya da qiyabi olaraq 8 il həbs cəzası verilib. Çıxışlarında özləri ittihamların qurama olduğunu bildirib və məhkəmə qərarının onları susturmaq üçün çıxarıldığını açıqlayıblar. Tibbi ərazi bölmələrini idarə etmə birliyi, qısaca təbibin rəhbəri Vüqar Qurbanov vəzifəsindən azad olunub. Fevralın 16-sında Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin həbsdə qalmasına qərar verib. İmkan vermirlər, dostların yarısı o bir küçədə qalıb, qarşılarını kəsiblər. AXCP üzvlərinin sosial mediada açıqları canlı yayımlardan bəlli olub ki, şikayətə baxılarkən məhkəmə binası polislər tərəfindən mühasirədə saxlanılıb və partiya fəallarının binanın qarşısında toplaşmasına icazə verilməyib. Azərbaycanda həbsdə olan erməni iş adamı, Qarabağdakı keçmiş separatçı qurumda dövlət naziri vəzifəsi daşımış Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Vardanyan təcavüzkar müharibə başlatma, əhalini məcburi köçürmə, terrorçuluq, hakimiyyət ələ keçirmə də daxil olmaqla 20-dən çox maddə ilə təqsirləndirilib. Son sözündə o ittihamları rədd edib və məhkəməni saxta adlandırıb.